Ən dadlı və ən asan üsulla hazırlanan mutakilərin reseptini sizinlə paylaşıram. Əvvəlcə quru ərzaqları qaba əlavə edib qarışdırıram. Otaq temperaturunda yumşalmış kərə yağını əlavə edib əlimlə umaç halına gətirirəm. Daha sonra bir yumurta və ikinci yumurtanın sarısını əlavə edirəm. Birinin ağını içlik üçün götürürəm. Ən son xamı da əlavə edib xəmiri yoğurmağa başlayıram. Yoğurduğum xəmiri 6 bərabər hissəyə bölüb streçləyib soyuducuda 1 saat gözlədirəm. Bu sırada içliyi hazırlayıram. İçlik üçün qoz, şəkər tozu və hil əlavə edirəm. Öncədən saxladığım yumurta ağını da əlavə edib qarışdırıram. Daha sonra xəmiri videoda göstərdiyim kimi yayıb 8 hissəyə bölürəm. Hər hissəyə 1 çay qaşığı içlikdən əlavə edirəm. 180 dərəcə öncədən isitdiyim sobada altı qızarana qədər bişirirəm. Evə qonaq gələn zaman asanlıqla hazırlaya biləcəyiniz ağızda əriyən dadlı mutakilər hazırdır. Siz də bu üsulla asanlıqla hazırlaya bilərsiniz. Səhifəmi izləməyi və videoma dəstək olmağı unutmayın.